Havalar isindikcə nəyə görə evap datikləri başlayır sıradan çıxmağa? Əsasən də bu problem Amerikanka modellərində yaranır. Və evap datikinin yaratdığı problem görürsünüz, avtomobil necə gecişə düşür. Əsasən də yanacaq doldurma məntəqəsində bu problem yaranır. Baxmayaraq ki, çəkilişimiz çoxdur bu barədə, yenə istəyirəm bunu da sizlər üçün əlavə edib. Evap datikinin yaratdığı problem, bax bu gördüyünüz taxometrin vəziyyətdə oynaması. Və evap datikinin iş prinsipi, bakda yaranan qazlanmanı avtomobilin yanacaq çənindən çıxardıb, yanma kamerasına hava kollektor vasitəsilə ötürülməsidir. Və siz bugünkü günü gedirsiniz yanacaq doldurma məntəqəsində yanacağı yüksək təzyiqlə vurduğunuz üçün evap datikindən yük çox düşür və ona görə sıradan çıxır. Bax bu gördüyünüz evap datikindən söhbət gedir. Bax buradan yanma kamerasına hava kollektor vasitəsilə qazlanmanı paylayır. Və yanacaq doldurma məntəqəsində siz belə deyim ki, Lorry ilə desək, ikinci və yaxud da ki, üçüncü skorusla yanacaq vurursunuz və bakda yaranan qazlanma çoxalır və evap datikinə başlayır yük çox düşməyə. Bacardığımız qədər yanacaq doldurma məntəqəsində yanacağı birinci skorusla vurun ki, siz də evap datiki barəsində problem yaşayır, bu cür vəziyyətə düşməyəsiniz. Və mühərrik gördüyünüz kimi tam nasaz vəziyyətdə işləyir. Öpürəm, özünüzdə müayət olun.